Salam qohumlar, dostlar və tanışlar. Bugünkü mövzumuz IPTV haqqında məlumat verməkdir və biraz maarifləndirməkdir. Yəni IPTV dediyimiz bir şey, yəni peş tarikası olmadan IPTV vasitəsilə kanalları izlənməsidir. Bu da ondan irəli gəlir ki, yəni IPTV odur ki, yəni istər evinizdə olan optik internetlər olsun, istər EMÜS vasitəsilə aldığınız linkler olsun, bu kanallar vasitəsilə, yəni IPTV'de olan kanallar vasitəsilə bir çox xörək kanalları izləməkdir. Bu da ondan irəli gəlir ki, yəni hər bir insan evində cəmaatdır ki, yəni insanlar var ki, yəni telefon varsa crossnet'a heç kim baxmır, kanallara heç kim baxmır. Yəni müəyyən bir səbəbdən dolayı deyim ki, yəni televizor yerinə heç bir şey verə bilməz ki, yəni oturup yəni izlemek, ya maraqlı kanalları, ödəş kanalları izlemek daha çok şeydə belə deyək də, yəni telefondan axşıdır. Yəni yaxşı kanallar izləmək istəyirsinizsə əgər IPTV-də olan kanalları yəni istər IPTV linki alanda, yəni link alanda 20-25-30 manat arası illik ödəniş də var, aylıq 2-3 manat ödənişi də var, yəni beləsinə paketlər halında da vardı, yəni istər 1000, 2000, 3000 kanallar da var. Onların içərisində məlum olmayan, sizə məlum olmayan Azərbaycan kanalları da mövcuddur. Digər ölkələrdən yayımlanan Azərbaycan kanalları vardır ki, IPTV vasitəsilə izləyirsiniz. Həmçinin futbol həvəskarları var. Məsəl üçün Eurosportdur, Standa Sportdur və digər kanalları buradan izləmək mümkündür. Yəni ölkə və digər ölkə futbolların, yəni La Liga, Bundesliga, Premier Liga, Serie A, İtalya futbolları, yəni bunları hamısını məsələsini ödəniş kanallarda izləmək mümkündür. Həmçinin orada balıqçı kanallar da vardır, ovçular kanallar da vardır və bu kanalları yəni IPTV vasitəsilə daha çox baxa bilərsiniz. Peş tarikalarında isə dediyim kimi NTV Plus paketində, yəni Rus kanalları olaraq izləyə bilirsiniz. IPTV isə mövzumuz IPTV'den olduğu için IPTV'den bu kanalları daha rahat izləyə bilərsiniz. Yəni IPTV nədir? Yəni dediyim kimi IPTV odur ki, internet provider, yəni internet provider vasitəsilə, yəni istərsəniz, yəni dediyim kimi, başta dediyim kimi evinizdə Azər Online və ya digər optik internetlər varsa, onun əlaqə saxlayıb məsələn quraşdıran əməkdaşlarla əlaqə saxlayırsınız. Onlar həmin IPTV vasitəsilə, məsələn optik internet vasitəsilə 25 manatın əlavə olaraq da 6 manat ödəniş verir və müəyyən bir pullar var da, elə providerlər var ki, IPTV-sini quraşdıranda siz TVNet olsun, Citynet olsun, digər optik internetlərin IPTV vasitəsilə təqdim etdiyi məhsullar, belə deyək də, yəni o kanalları izləmək üçün şərait vardır. Yəni istəsəniz, yəni optik internet vasitəsilə izləyə bilərsiniz. Amma optik internetdə izlədiyiniz kanalları ancaq məsəl üçün sayı az olaraq 250-300 təxmini belə kanallardır. Amma əlavə olaraq 25-30 manata illik ödəniş olaraq IPTV-ni alsanız, yəni orada bir çox kanalları izləyə bilərsiniz. O da ondan irəli gəlir ki, yəni bəzi insanlar deyir, televiziya kanallarında bizimkilərdə yönlü kanallar olmur. Amma yəni IPTV izləyən insanlar, daha doğrusu məlumatı olan və yaxud da olmayan insanlar vardır ki, yəni onları əldə edə bilmirlər. Əldə etmək üçün də, yəni dediyim kimi, söhbət mənim burada reklam etmək üçün yox, sadəcə olaraq sizi maarifləndirmək istərdim ki, IPTV-ni izləmək, IPTV-də olan kanallar elə belə crossunda olan TürkSat olsun, Azarspace olsun, peşlərində olan kanallar sizi qənaət eləmirsə, yəni sizə belə deyək də, xoşa gəlməyən kanallar varsa, yəni bəyənmədiyiniz kanallar varsa, IPTV vasitəsindən bir çox ölkənin kanalları vardır. Yəni İtalya, Polşa, İspaniya, Portuqaliya, nə bilim, hər bir ölkənin kanallarını IPTV vasitəsindən izləyə də bilərsiniz. Orada dediyim kimi, istər futbol olsun, istər balıqçı olsun, istər bilyard oyunları olsun, velosiped yarışları olsun, istər kinolar olsun, yəni hər bir ölkənin kanalları IPTV vasitəsindən evdə izləmək mümkündür. Yəni 25-30 manat dəyərində məsələn illik ödəniş vardır. Bundan savayı bir şey də nəzərinizə çatdırım ki, yəni telefon, yəni bir dəqiqə cəmaatın ən çox istifadə etdiyi telefonlardır, amma o telefonların müəyyən bir şey var ki, adam psixoloji olaraq, yəni tərdimi
davamlı olaraq istifadə edir, qurcalayır, amma IPTV haqqında məlumat elədiysə, bəlkə də kimlərsə, yəni bu videodan sonra bəlkə də IPTV dediyim kimi istəyir optik internet vasitəsilə ayda 6 manat verib 200 kanallar, istərsə də artıqlaması ilə o yəni bəs eləmirsə, yəni oturub IPTV vasitəsilə link vasitəsi, M3 linkini alaraq 25-30 manat dəyərində olan illik ödəniş olan kanallar, bir çox kanalları orada izləyə bilərsiniz. Yəni orada həmçinin dediyim kimi məlum olmayan bir kanallar da vardır ki, Azərbaycan kanalları sizə məlum olmayan Show Plus-dur, məsələn Azerstar'dır və yaxud nə bilim regional kanallarımızdır ki, var. Məsələn Naxçıvan olsun, nə bilim Yevlax kanalları olsun. Bəzi rayon kanalları vardır ki, orada hamısı bütün rayon kanallarımızın, istər digər ölkələrdən yayımlanan Azərbaycan kanallarının orada izləmək mümkündür. Yəni bu kanallar, IPTV kanalları insanın belə deyək də davamlı maraqlı kanalları, ödəş kanalları izləyən adamlar üçün daha çox insana, daha doğrusu xoşlayan insanlar üçün daha çox məncə belə deyək də, yəni olsa, yəni bəlkə də kimlərsə istifadə edə bilər. Yəni bu IPTV-nin belə deyək də, yəni məlumat olmayanlar üçün deyirəm, IPTV Cross da yəni baş vermiş istər Taykanın asazlığı olsun, Qalovqalanın asazlığı olsun və ya Türksat və yaxud da Azərspace olan kanalları isə yetərli deyilsə və maraqlı deyilsə, IPTV kanalları vasitəsilə bir çox kanalları izləyə bilərsiniz, hətta onlarda maariflənə də bilərsiniz. İstəyir Vaysat History Channel olsun, Discovery Science olsun, National Geographic kanalları olsun. Yəni hər bir mövzuya aid, hər bir belə deyək də, tarix, iqtisadiyyat, nə bilim, nə hər birdə yəni bütün nə lazımsa idmandır, kinodur, nə bilim, belə hər şeyi izləyə bilərsiniz. Yəni kanallar haqqında, IPTV kanallar haqqında sizə bu qədər məlumat məncə sizə yetərli oldu. Yəni ətraflı kimsə nəsə bir çətinliyi varsa, kanalıma abunə olaraq və yaxud da rəylər bölümündə yazaraq məlumat əldə edə bilər. Kanalıma həmçinin abunə olmağı unutmayın. Bəyənməyi unutmayın ki, ətraflı da dediyim kimi rəylərdə öyrənə bilərsiniz. Bu qədər dostlar, diqqətiniz üçün sağ olun. Özünüzə müğayət olun. Allah amanda.